Uşaqlar, bugün dərsimiz maddə miqdarı Avogadro qanunudur. İlk öncə baxacağımız hissə nisbi atom kütləsidir. Nisbi atom kütləsi nə deməkdir? Mən dedi ki, qeydlərimi götürün. Ayşə, nisbi atom kütləsi hər elementin, element atomunun daha doğrusu, öz standart qəbul olunmuş kütləsi var. Məsələn, oksigenin nisbi atom kütləsi 12-dir. Hidrogenin nisbi atom kütləsi 1-dir. Oksigenin nisbi atom kütləsi 16-dır. Kükürdün nisbi atom kütləsi 32-dir. Bunları əzbərləməyinizə gərək yoxdur, amma çalışsanız, yadınızda saxlasanız, test işləyən zaman daha rahat olasıdır. Nisbi atom kütləsinin vahidi yoxdur. AR ilə yazılır və bizə harada istifadə olunsaq, indi baxasıyıq. Nisbi atom kütləsidir. Hər element atomunun standart qəbul olunmuş kütləsi deməkdir. Hər element atomunun standart qəbul olunmuş kütləsi. Nisbi atom kütləsidir, vahidi də yoxdur. Tamam, bu belə. İndi molekul kütləsi. Nisbi atom kütləsi, indi keçirik molekul kütləsinə. Molekul kütləsi nədir? Qeyd yazın, molekul kütləsini, adını yazın. Uşaqlar, molekul kütləsi molekul təşkil edən atomların kütləsinin cəmidir. Nə dedim? Molekul kütləsi molekul təşkil edən atomların kütlələrinin cəmi deməkdir. Baxın uşaqlar, burada birinci yazmışam, MR yazmışam, H2 yazmışam. H2 nədir? Molekuldur, düz deyil. H2 iki dənə hidrogen atomunun birləşməsindən əmələ gələn molekuldur. Baxın, iki dənə hidrogen atomu birləşir, H2-ni əmələ gətirir. Bu, atomlardan birləşərək əmələ gələn molekuldur. Nisbi molekul kütləsi də, deməli, birləşməni təşkil edən atomların kütləsinin cəmidir. Hidrogenin nisbi atom kütləsi nə qədərdir, uşaqlar? 1 idi. 1 idi, düz deyil Ayşə? 1 idi. İndeksi nə qədərdir hidrogenin? 2. 1-i vurasıyıq 2-yə. Deməli, hidrogenin nisbi atom kütləsinə, nisbi molekul kütləsinə qədər olasıdır? 2 olasıdır. Baxın, indi oksigenə keçirəm. Oksigen molekuldur. Dedi ki, molekul təşkil edən atomların kütlələrinin cəmidir. Burada oksigen atomu nə qədərdir? 2 dənədir. Oksigen atomu 2 dənədir və onun nisbi atom kütləsinə vururam. Nisbi atom kütləsi nə qədərdir oksigenin? Baxaq bura. Nisbi atom kütləsi 16, bəli. 2-ni vuruyuq 16-ya. Cavab neçə eləyəsidir uşaqlar? 32 edəsidir. Deməli, nisbi molekul kütləmiz oksigen 32-dir. Nisbi molekul kütləsinin də vahidi yoxdur, nisbi atom kütləsi kimi. İndi uşaqlar, gəlin burada bir birləşmə var, sulfat turşusudur. Onun nisbi molekul kütləsini hesablayaq. Baxın, birinci nisbi atom kütlələrini bilmək lazımdır. Hidrogeninki 1-dir, bilirik. Kükürdünki 32-dir. Sizə bunu testdə yəqin həmişə veriləsidir. Hidrogeninki 1-dir. Kükürdünki 32-dir. Oksigeninki nə qədər idi? 16-dır. Baxın, 16. İndi burada bilməyimiz gerəkən şey, bunlardan da əlavə indekslərdir. İndeksləri unutmuruq. Hidrogende 2 hidrogen atom var, kükürt 1 atomdan ibarətdir. Oksigenin isə 4 atom var. İndi baxaq buna. Yəni, sulfat turşusunda 4 oksigen atomu var. Baxın, kütləni nisbi molekul kütləsini hesablayaq. Neçə dənə hidrogen atomu var? 2 dənə. 2-ni vurasıyıq 1-ə. 1-də nisbi atom kütləsidir. Üstə gəlinsin. Kükürt nə qədərdir? 1 dənə. Vururuq neçəyə? 32-yə, nisbi atom kütləsinə. Üstə gəlinsin, oksigenin sayı nə qədərdir? 4 dənə. Vururuq neçəyə? 16-yə. Bu da edəsidir. 2, üstə gəlinsin 32, üstə gəlinsin neçə? 64. Deməli, nə qədər edəsidir? 98. Deməli, sulfat turşusunun nisbi molekul kütləsi 98-dir. Burada sualınız var, uşaqlar. Qənirə. Ayşə, sualınız var? Xeyr, tamamilə aydındır. Tamam. Bu, nisbi molekul kütləmiz oldu. İndi molyar kütləyə keçdik, uşaqlar. Molyar kütlə.
Molyar kütlə ədədi qiymətcə nisbi molekul kütləsinə bərabərdir. Molyar kütlənin tərifi 1 mol maddənin kütləsidir. Molyar kütlənin tərifi 1 mol maddənin kütləsidir. M ilə işarə olunur nisbi atom kütləsi. MR ilə işarə olunurdu. Nisbi molekul kütləsi MR ilə işarə olunurdu. Nisbi molekul kütləsinin vahidi yox idi. Molyar kütlə isə M ilə işarə olunur. M ilə işarə olunur. Vahidi isə qram bölünsün moldur. Vahidi isə qram bölünsün moldur. Və ədədi qiymətcə də nisbi molekul kütləsinə bərabərdir. Molyar kütlə. Deməli, molyar kütlə nə oldu? 1 mol maddənin tutduğu kütlədir. İndi baxaq. Burada oksigenin molyar kütləsinə baxaq. Oksigenin molyar kütləsi uşaqlar 32 qram bölünsün moldur. Buradan nisbi molekul kütləsi kimidir. Necə hesablayırıq? Nisbi atom 2-ni vururuq nisbi atom kütləsinə. Və edir nə? 32, bir də vahidini yazırıq. Qram bölünsün mol. Yəni, ədədi qiymətcə nisbi molekul kütləsinə bərabər olasıdır və başqa. Məsələn, N2-ni hesablayaq. N2. Burada azotun nisbi atom kütləsi 14-dür. 2-yə vururuq 14-dü. Edəsinə 28 qram mol edəcək. Molyar kütlə. Molyar kütlə 1 mol maddənin tutduğu kütlədir. Bura aydın oldu. Yəni, çətin bir şey yoxdur. Molyar kütlə ilə nisbi molekul kütləsi eyni şeydir. Eyni şey kimi bir şey. Eyni şey deyil, amma ədədi qiymətcə eynidir. Yaxşı, mahiyyət amma fərqli şeylərdir. Burası aydın oldu. Gəlin Ayşə. İndi mola keçək uşaqlar. Mol nədir? Mol nü ilə işarə olunur. Qeydlərinizi götürün. Nü ilə işarə olunur. Nü deyilir buna. Və vahidi moldur. Vahidi moldur. Bunları qeyd edin. Mol isə nü ilə işarə olunur. Vahidi moldur. Vahidi moldur. Yazdınız uşaqlar. Mol nü ilə işarə olunur və vahidi moldur. Baxın uşaqlar. Baxın. Bu 1 mol oksigen molekuludur. 1 mol. Bu 2 mol oksigen molekuludur. Bu 3 mol oksigen molekuludur. Məsələn, bu 4 mol oksigen molekuludur. Bu 5 mol oksigen molekuludur. Yəni, molekuldan neçə dənədirsə, bu onun molu adlanacaq. Oksigen molekulundan neçə dənədirsə, bu onun molu adlanacaq. Məsələn, 1 mol oksigen molekulu 32 qramdır, düz deyil. 32 qramdır, bax, hesablaması var burada. 32 qram bölünsün moldur. 1 mol oksigenin molekulu. 2 mol oksigen molekulu nə qədər eləyəsidir? Kütləsi nə qədər eləyəsidir? 2 mol oksigen molekulunun kütləsi nə qədər eləyəsidir, uşaqlar? Bəli, 64 qram bölünsün mol. Doğrudur, afərin. 3 mol nə qədər eləyəsidir? Bəli, 96 qram bölünsün moldur. 4 molunki nə qədərdir? 128. 128 qram bölünsün moldur. Qram bölünsün moldur. 5 molunki nə qədərdir? 160. 160 qram bölünsün mol olacaq. 5,5 molunki nə qədərdir? Molyar kütləsi. Bəli, 16 qram böl mol olacaq. Bu da bizim molumuz. Baxın, sizdən soruşsalar ki, yəni sual olaraq qarşınıza çıxsa ki, uşaqlar, məsələn, desələr ki, 2 mol oksigenin kütləsi nə qədərdir? Yox, belə yazaq. 0,3 mol O2-nin kütləsi nə qədərdir? Yaxşı.
Bax bunu. 1 molumuzunki nə qədərdir? 1 molumuzunki nə qədər? 32 doğrudur. 0,3 molumuzunki nə qədərdir? X. İndi baxaq. Bax, soldan başlayıram. Solda nə edibdir Ayşə? 1 var, 0,3 var. Nə qarıbdır? 3-ə vurub 10-a bölübdür. 3-ə vurub 10-a bölübdür. Deməli, sağımızı da eyni şəkildə eləməliyəm. X-i tapanda birincisini 32-ni 3-ə vuracam, 96 eləyəsdim. Bir də 10-a böləcəm. Deməli, 9,6 qram edəsidir. Deməli, 0,3 mol O2-nin kütləsi 9,6 qram edəsidir. Yaxşı. Aydın oldu, Ayşə? Bəli, indi davam edək. Bu hissə bu qədər. İndi düsturuna baxaq. Nünün düsturu uşaqlar. Sizdən məsələ həllində soruşanda ya bu tənasüblə də yaza bilərsiniz, ya da düstur olaraq verilə bilər ki, nü bərabərdir, m bölünsün böyük m-ə. Burada uşaqlar, bu m balaca m bizə veriləndir. Məsələ həllində veriləndi. Məsələ həllində veriləndi. Böyük m isə molyar kütlədir. Molyar kütlə. Hesablayırıq. İşte indekslərinə vururuq. Nisbi atom kütləsinə indekslərinə vurub tapdığımızdır. Böyük M molyar kütlədir. Molyar kütlə. Kütlə. Hər bir birləşmənin molyar kütləsi fərqlidir. Ancaq M isə M bizə məsələ həllində veriləndi. Məsələ həllində veriləndi. Gəlin 70-ci sualı bərabər yazaq. Bax, maddə verilibdir, N2 verilibdir. Mol sayı məlum deyil. Ancaq kütləsi məlumdur. Nə qədərdir? 56 qramdır. Nisbi yox. Molyar kütləsi nə qədərdir? 28 qramdır. Baxın, molyar kütlə 28 qram. Bizə verilən kütlə nə qədərdir? M-dir, balaca M. Molyar kütlə nə qədərdir? 28, böyük M. Nünü tapaq, mol sayını tapaq. Nü bərabərdir. Nü bərabər. Balaca M bölünsün böyük M-ə. Düz deyil. İndi balaca M-im nə qədərdir? Nünü yazıram yenə. Nü bərabərdir. Molu tapıram. Nü bərabər. Mol nü ilə işarə olunur. Böyük balaca M-im 56 qramdır. 56. Molyar kütləm nə qədərdir? 28. 28. Neçə eləyəsidir uşaqlar? Nüm nəyə bərabər olasıdır? 2 mola bərabər olasıdır. Doğrudur Ayşə. 2 mol edəsidir. Ya da ki, bunu bu şəkildə də eləmək olur. Uşaqlar, gözləyin. Buranı təmizləyim. Ya da ki, baxın, molyar kütlə dedik ki, 1 mol maddənin kütləsidir, düz deyil. Molyar kütlə 1 mol maddənin kütləsidir. Deməli, 1 mol N2 neçə qramdır? 1 mol N2 neçə qramdır? Molyar kütləsi 28. Nisbi atom kütləsi 14 Ayşə. 28-dir, bəli, 28-dir. Düz deyil, 28-dir. Burada nə qədər verilibdir? 56. 56 2 mol. 56 2 mol. Baxın, sağıma baxıram, sağ hissəmə. 28-i neçəyə vurubdur? 2-yə vurub 56 eləyibdir, düz deyil. Deməli, solumu da 2-yə vurmalıyım. 1-i 2-yə vuranda neçə eləyəsidir? X nəyə bərabər olasıdır? 2 mola bərabər edəsidir. Deməli, 2 mol N2-nin kütləsi nə qədər eləyəsidir? 56 qram bölünsün mol edəsidir. Yəni, molyar kütləsi. Bu da bu qədər. Rahatdır. Aydındır sizə uşaqlar. Bəli. Qanirə. Eni çəkək Avogadro ədədinə. Avogadro ədədi NA. Avogadro sabiti. İndi yazaq Avogadro ədədi. Uşaqlar, 1 mol maddəmiz, 1 mol birləşməmiz 6,02 10 üstü 23 sayda molekul saxlayır. 1 mol maddəmiz, yenə 1 mol maddədən söhbət gedir. 1 mol maddəmiz 6,02 10 üstü 23 sayda molekul, atom və ion saxlayır. Yəni 1 mol maddədə 6,02 10 üstü 23 sayda molekul var. 6,02 10 üstü 23 sayda atom var və yaxud ion var. İndi məsələ həllərinə baxaq, sizə daha da aydın olsun. Baxın, 1 mol H2O-da
molekulu düzdür, atomların birləşməsindədir. Nə qədər molekul soruşurdusə, nə qədər 1 moldur da, 1 mol olduğu üçün 6,02 10 üstü 23 sayda molekul olasıdır. 1 mol H2O-da 6,02 10 üstü 23 sayda molekul olasıdır. İndi atom sayı nə qədər olasıdır? 1 mol H2O-da. Neçə dənə atom var Ayşə? H2O-da. 3 dənə. Bax, indi atom sayda nə qədər eləyəsidir? 3-ü vurasıyam neçəyə? 6,02 10 üstü 23 sayda atom olasıdır. 1 mol H2O-da. Aydın oldu. 1 mol H2O 6,02 10 üstü 23 sayda molekul saxlayır. Molekul maddə 1 mol deməkdir. Molekul 1 mol deməkdir. Yaxşı, yəni molekulu atomla qarışdırmayın. Atom isə elementlərin sayıdır da 2 hidrogen atomu var, bir dənə də oksigen atomu. Atom sayı deyəndə bunları cəmləyib 6,2 10 üstü 23-ə vurasıyıq. Baxın indi uşaqlar. Bunun düsturu da bu şəkildədir. Nü bərabərdir n bölünsün n-yə. Burada sürətdə olan n bizə məsələ həllində veriləndir. Məsələ həllində veriləcəkdir. Ancaq bu NA isə sabit cəmiyyət. Sabit cəmiyyət, yəni NA da 6,02 10 üstü 23 olasıdır. NA-nın qiyməti. Həmişə sabit olasıdır. Yəni dəyişəsi deyil. Nü bərabərdir. N-dir, böyük N-dir. Bu N dediyim kimi məsələ həllində veriləsidir. Kiçik NA isə Avogadro sabitidir. Yəni sabit cəmiyyət olasıdır. İndi sizinlə biraz məşğələlərə baxaq bərabər. Baxın uşaqlar. 1 mol yazaq da O2 yazaq. 1 mol O2 neçə molekuldan ibarətdir? Nə qədər 1 mol O2-də nə qədər molekul saxlayır? 6,02 10 üstü 23 sayda. Yaxşı, 23. 2 mol O2 nə qədər molekul saxlayır uşaqlar? 2-ni vurasıq neçəyə? 6,02 10 üstü 23-ə. O da eləyəsi 12,04 10 üstü 23 edəsidir. Deməli, 2 mol O2 12,04 10 üstü 23 sayda molekul saxlayasıdır. İndi baxaq 3 mol O2-yə. 3 mol O2-miz nə qədər molekul olasıdır 3 mol O2-də? 2 vurasıyıq 6,02 10 üstü 23-ə. 18,06 10 üstü 23 sayda molekul olasıdır. Və bu şəkildə davam edir. 0,5 molda nə qədər edəsidir? 0,5 molda O2-də isə bunları yazırsınız yəqin ki uşaqlar. Nə qədər eləsidir? 2-yə bölməliyik. Düzdür? 0,5 molda. 3,01 bura yaza bilmədim. Bir dəqiqə. 3,01 10 üstü 23 sayda molekulu olasıdır. Tamam. Atom sayını da desə, burada 2 atom olduğu üçün hamısını 2-yə vurasıyıq. Yaxşı. Aydın oldu uşaqlar. Bu isə. Bəli. Tamam. Davam edək. İndi nəyə baxırıq? İndi məsələ həllinə baxaq. Burada məsələlər var. Bax, 34-cü sualda deyilir uşaqlar. 2 NA sayda H2 molekulunun kütləsini müəyyən edin. 2 NA sayda H2 molekulunun kütləsini müəyyən edin. Baxın, bizə verilən demişdim. Verilən hansıdır? 2 NA-dır. 2 NA N-dir. Bəli, doğrudur, N-dir. Biz indi birinci mol tapaq. Nü bərabərdir nəyə? N bölünsün NA-yə. Düz deyil. N'in yerində nə dayanır? 2NA dayanır. 2NA. Bölürəm nəyə? NA-yə. Bu NA-lar ixtisar gedir. Deyə bərabər olur. Nüyümüz nəyə bərabər olur? 2 mola. Dəli, 2 mola. İndi H2O molekulunun kütləsi. Deməli, H2 molekulumuz neçə moldu? 2 moldu. 1 mol H2 molekulumuz nə qədərdir? 2 qramdır. Düz deyil? 2 qramdır. Bəs 2 mol H2-miz nə qədərdir? Neçə qramdır? İkisi tapın. İkisi də bərabərdir. 4 qram edəsidir. Bəli. İkisi 4 edəsidir. İkisimiz də 4 qram edəsidir.
Burası sizə aydın oldu uşaqlar? Gəlirəm. Ayşə. 4-ü necə tapdım? Bax, nünü tapıram Ayşə. Bax, verilibdir bizə 2Na sayda H2 molekulunun kütləsini hesablayın. Baxın, 1Na-nın kütləsi nə qədər idi? 1 moldu, düz deyil. Bir dəqiqə hesablayaq. Bunu bu şəkildə də hesablaya bilərik. Baxın. Deməli, Na nədir Ayşə? Na niyə bərabərdir? Na niyə bərabərdir? Na 6.02 10 üstü 23-ə düz deyil. Bəli. Bunu 6.02 10 üstü 23-ü Na şəklində də göstərə bilərlər bizə. Na şəklində də yaza bilərlər. 6.02 10 üstü 23 yazmazsan Na yazarsan. Bir Na'mızın kütləsi nə qədərdir Ayşə? H2-nin, H2 molekulunun. Ayşə, 2. 2 Na'mız nə qədər eləyəsdir? X də bərabərdir 4-ə. 1-i vurubdur burada 2-yə. Deməli, sağda da 2-yə vurmalıyım. Deməli, H2 molekulumuzun kütləsi 4 qram olasıdır. Yəni 2 mol olasıdır. Yəni 2 mol olasıdır. İndi baxaq neçəyə? 35-ci suala baxaq. 35-ci sualı yazaq. Bir dəqiqə, buranı təmizləyim. Başlayaq. 35-ci sualda deyilir. Məsələn, bunu bura qoyaq. Bir dəqiqə. 1.204 vurulsun 10 üstü 24 sayda O3 molekulu neçə qramdır? 1.204 vurulsun 10 üstü 24 sayda O3 molekulu neçə qramdır? Baxın, burada bu şəkildə yazasıyıq. Verilən N-dır. N-ümüz nəyə bərabərdir? N-ümüz yox əslində. Bu edəsidir 1.204 10 üstü 23 düz deyil. Bu bizə veriləndi. N'amız nəyə bərabərdir? 6.02 10 üstü 23-ə. Düz deyil. İndi nünü tapaq buradan. Molumuzu tapaq. Mol nəyə bərabərdir? N bölünsün NA-ya. Düz deyil. N bölünsün NA-ya. İndi yazaq, yerlərinə qoyaq. Görək neçə moldu O3 molekulu. Bu da bərabərdir 12.1.204 10 üstü 24-ə. Bölünsün nəyə? Bölünsün nəyə? 6.02 bəli. 6.02 10 üstü 23-ə. Baxın uşaqlar, yuxarıda 24-də Ayşə, aşağıda 23-dür. Gəlin bunu ikisini də 23 eləyək. Yaxşı. Mən ona vursam, bir xət, bir vergüldən bir dənə rəqəm bu tərəfə gələsidir. 12.04 10 üstü 23 elədim. Baxın, 10 üstü 24-də 10 üstü 23 elədim. Ona vurdum, bir xət bu tərəfə gəldi. Bölürəm neçəyə? 6.02 10 üstü 23-ə. 23-lər ixtisar gedir. Cavab neçə eləyəsidir? Cavab neçə eləyəsidir? Bəli, 2 edəsidir. Deməli, molumuz nə qədərdir? 2 moldur. Bəli, doğrudur, 2 moldur. 1 mol O3-ün kütləsi nə qədərdir? Onu hesablayaq. 1 mol O3-ün kütləsi nə qədərdir? Gəlin birinci onu hesablayaq. 48-dir, bəli. 1 mol O3-ün kütləsi hesablayaq bura. Yazıram. M yazıram, O3 yazıram. Oksigen kütləsi 16-dır. 3-ə vururam, 48 qram bölünsün mol eləyəsidir. Bu nə qədərindir? 1 mol. 1 molumuz nə qədərdir? 48 qram bölünsün moldur. Düz deyil. 2 molumuz nə qədərdir? X. X'i tapın. Ayşə. Bəli, 96 qram bölünsün mol edəsidir. Cavab neçə eləyir burada? Haradadır cavabımız? A variantında olasıdır. Cavab A variantı. İndi keçək. Bura aydın oldu məncə, düz deyil. Ayşə, Qənirə. Bəli, indi molyar həcmə keçirik. Molyar həcm. Molyar həcm nədir uşaqlar? 1 mol qaz halında olan, bax 1 mol qaz halında olan maddələrin
normal şəraitdə. Normal şəraitdə dediyimiz 0 dərəcə temperaturdur. Bir atmosfer təzyiqində tutduğu həcmdir. İstənilən qaz halında olan maddə, istənilən qaz halında, sadəcə qazlara aiddir. Qaz halında olan maddənin molyar həcmi 22,4 litr olasıdır. İstənilən maddə, qaz halında olan maddə 1 mol 22,4 litr həcm tutasıdır. 22,4 litr həcm tutasıdır. İndi baxaq. N2 qaz halında düz deyil. N2 neçə litrdir? 22,4 litrdir. 1 mol. 0,5 mol neçə litr tutasıdır? 1 molumuz 23,4 litr həcm tutur. N2'miz. Və 0,5 molumuz nə qədərdir? Neçə tutasıdır? Neçə litr tutasıdır? 11,2 litr həcm tutasıdır. 0,2 molumuz nə qədər həcm tutasıdır? 2'yə vurasıyam, 10'a böləsiyəm. 4,48 litr həcm tutasıdır. 3 molumuz nə qədər həcm tutasıdır? N2'miz. 67,2 litr həcm tutasıdır. Baxın, deməli, molyar həcm yalnız qaz halında olan maddələrə aiddir. Hər qaz halında olan 1 mol maddə 22,4 litr həcm tutur. 1 molumuz 22,4 litr. Məsələn, 0,5 molumuz da yarısı qədər 11,2 litr. 0,2 molumuz da 2'yə vurmuşam, 10'a bölmüşəm. 4,48 litr. 3 molumuz da 67,2 litr həcm tutasıdır. Düsturumuz nəticə? Düsturumuza baxaq. Düsturumuzda nü bərabərdir, yenə molun tapılmasıdır. Həcm bölünsün molyar həcm. Baxın, bu həcm bizə məsələ həllində verilən həcmdir. Məsələ həllində veriləsidir. Amma molyar həcmin qiyməti standart, yəni həmişə eynidir. 22,4 litr olasıdır. Həmişə eynidir. Sürət dəyişir, məxrəc ancaq yox. Sürət dəyişir, məxrəc ancaq yox. Avogadro ədədində də belə idi. Düz deyil, Avogadro ədədində də 6,02 10 üstü 22 idi. Molyar həcmdə isə 22,4 litr olasıdır. İndi baxaq. Buradan baxaq. Baxın, bizə verilibdir. 5-ci suala bərabər baxaq. 112 litr normal şəraitdə deyilir. Heliumun kütləsini müəyyən edin. 112 litr normal şəraitdə heliumun kütləsini müəyyən edin. Baxın, heliumun kütləsi 22,4 litrdə nə qədərdir Ayşə? litrdə nə qədərdir Ayşə? 1 molda. 1 molda nə qədərdir? 1 molda nə qədərdir? 4 qramdır. 4 qramdır. Bəs 112 litrdə nə qədərdir? 112 litr, burada 4 qramdır. 112 litrdə nə qədərdir? Bəli, Ayşə? Necə Ayşə? Var, bax, burada yazılıbdır. Nisbi atom kütləsi helium. Heliumun 4 qramı. Hə, nisbi atom kütləsi 4 qramdır. Bəli. Bax, Ayşə, helium 1 molda 4 qramdır. 4 qramdır. Deməli, 1 mol neçə litrdir? Helium qaz alıntıdır. 22,4 litrdir. 22,4 litrimiz 1 moldur. 1 mol. 4 qramdır, düz deyil. 112 litrimiz nə qədər qramdır? Baxaq, sol hissəyə baxaq. 22,4'ü mən 5'ə vursam 112 litr alaram. 22,4'ü 5'ə vursam. Deməli, buranı 5'ə vurmalıyam. 4'ü 5'ə vuranda neçə eləyəsidir uşaqlar? 20 eləyəsidir. Bunu bu şəkildə də həll eləyə bilərsiniz və yaxud da bu şəkildə də həll eləyə bilərsiniz. Yazıram, buradan yazım ən yaxşısı. Bir dəqiqə. Baxın. Düsturumuz bu şəkildədir. Nü bərabərdir. V bölünsün VM-ə. Düz deyil. V bölünsün VM-ə. Bax, V-miz dedim bizə məsələ həllində veriləndir. Nə qədər idi? 112 litr. Molyar həcmimiz nə qədərdir? 22,4 litr. Mən buna böldüyüm zaman alasıyam nümü 5. Deməli, neçə moldur Ayşə? Nümüz nə qədərdir? 5 moldur. 5 mol heliumun kütləsini hesablayaq. Baxın, 5'i yazıram heliuma. Heliumun nisbi atom kütləsi də 4'dür. 5'i vuruyam neçəyə? 4'ə.
Nə qədər eləyəsidir? 20 edəsidir. Bu da bərabərdir 20-yə. Neyse yazmadım. Bu da eləyəsidir 20. Aydın oldu? Ayşə, gəlirəm. Gəlin 99-cu sualı da işləyək, dərsimizi bitirək. Baxın, burada verilibdir. 0,5 mol karbon 2H4 üçün hansı ifadələr doğrudur? Baxın, bizə yarım mol verilibdir. 0,5 mol. Gəl 1 molun molyar kütləsini hesablayaq. 1 molun molyar kütləsi karbon 2H4 düz deyil. Ya hesablayaq. Karbonun nisbi atom kütləsi 12-dir. 12-ni vuruyam 2-yə. Üstə gəlirəm. 1-i də vuruyam 4-ə. Neçə eləyəsiz uşaqlar? 24 plus neçə? 4. 28 qram edəsidir. 28 qram bölünsün mol. Deməli, 1 mol kütləmiz nə qədərdir, Ayşə? 28 qram bölünsün mol. Deməli, 1 mol maddəmiz nə qədər həcm tutur, Ayşə? Həcm. 1 mol həcm nə qədər? 22.4 litr həcm tutur. 1 mol. 1 mol. 1 mol maddəmiz nə qədər molekuldan ibarətdir? Avogadro ədədindən ibarətdir. 1 mol maddədə nə qədər molekul var? Nə qədər molekul var? 6.0. Bəli, 10 üstü. Bəli. Bu maddədə, 1 mol maddədə nə qədər atom var? Qənirə. Aha. 2 dənə. 6 dənə. 6 dənə. Bəli, 2 dənə 6 dənə. 6-nı vuracam neçəyə? 6.02 10 üstü 23-ə. Düz deyil. Düz deyil. 6. Burada molla, molekulla atomu qarışdırmayın. 6-nı vuracam 6.02 10 üstü 23-ə. 1 mol maddədə Ayşə neçə qram karbon var? Karbon. 44 yox, karbon. 4 qram yox. 1 mol maddədə nə qədər karbon var? 12 var. 12-ni neçəyə vuruyam? 2-yə. 2-yə. 24 qram. Bəli. 1 mol maddədə 24 qram karbon var. 1 mol maddədə nə qədər hidrogen var? Neçə qram hidrogen var? Bəli, 4 qram da hidrogen var. Deməli, 1 mol maddə üçün lazım olan şeyləri yazdıq. 1 mol karbon 2H4 28 qramdır. 1 mol karbon 2H4 22.4 litrdir. 1 mol karbon 2H4 6.02 10 üstü 23 sayda molekuldur. 1 mol karbon 2H4 6 vuraq 6.02 10 üstü 23 sayda atom saxlayır. 1 mol maddədə 24 qram karbon var. 4 qram da hidrogen var. İndi yazaq. Yeri qalanını yazaq. İndi görək hansı doğrudur. 0,5 mol. 0,5 mol. Yəni 2 dəfə az. İndi 2 dəfə az hesablayasıyıq. Kütləsi 14 qramdır. 0,5 molun. Düzmü? Düzmü? 0,5 molun kütləsi 14 qram uşaqlar. Bəli, 28 qram idi 1 molumuz. Deməli, yarım molumuz da 14 qramdır. Deməli, 1 doğrudur. 1 yazırıq. Həcmi 11.2 litrdir. Doğru mu? Doğru mu? Yarısı. Yox, doğrudur. 1 molumuz 22.4 idi Ayşə. 1 molumuz 22.4 idi. Yarım molumuz da 11.2 litrdir. Doğrudur. Tərkibində 16 qram karbon atomu var. Yarım molda. 1 molda 24 idi. Yarım molda 13 olmalıydı. Bu da yanlışdır. Tərkibində 2 qram hidrogen atomu var. Doğru mu? 0,5 molda. 0,5 moldan söhbətçidir. 1 molda nə qədər idi? 1 molda 4 qram idi. Deməli, yarım molda da 2 qramdır. Bu doğrudur. Deməli, 1, 2 və 4 elə ki, doğrudur. 1, 2, 4. Sonra, tərkibində 3 vuraq, 100%1, vuraq 10 üstü 23 sayda molekul var. Tərkibində 3.01, 10 üstü 23 sayda molekul var. Molekuldan söhbətçidir. Bəli, 1 molda 6.02, 10 üstü 23 sayda idi. Yarım molda da 3.01, 10 üstü 23 sayda molekul olasıdır. Deməli, 1, 4, 5 də doğrudur. 6-cı suala baxaq. 6-cı sualda nə deyilir? Tərkibində 6.02, 10 üstü 23 sayda atom var. Yarım molda. Xeyr.
1 molda 6 vuraq, 1 molda 6 vuraq, 6,02 ol sürmüş sayda atomlar idi. Düz deyil, 1 molda. Yarım molda nə qədər eliyəsidir? 3 vuraq eliyəsidir. 3 vuraq 6,02 ol sürmüş sayda atom edəsidir. Deməli, 6 da yanlışdır. Cavab doğrular. 1, 2, 4, 5 olasıdır.